Hər birinizi salamlayıram əziz abituriyentlər. Ümidvaram ki, hər biriniz yaxşısınız. Bildiyiniz kimi buraxılış imtahanına çox az bir müddət qalıb və mən düşünürəm ki, içimə daxil olmaqla bir çox abituriyentlər artıq proqramı bitirib və təkrardadır, yaxud da ki, son mövzulardasınız. Bu gün elə sizlərə mən də son mövzulardan biri olan Complete the Sentence mövzusunun izahını bölüşəcəm. Bu qayda biraz uşaqlarda çaşqınlıq yaradan bir qaydadır, çünki il boyu keçdiyimiz bütün qaydaların bir araya toplanılmış versiyasıdır. Amma indi sizə başa salacağam və çalışacağam ki, ən xırda detallarını da sizinlə bölüşüm. Gəlin başlayaq. Complete sentence cümlələrində bizim diqqət etməli olduğumuz ən vacib qayda odur ki, budaq cümlədə söz sırası nəqli formada olur. Yəni mübtəda xəbərin əvvəl gəlir. Qısa sözlə swap düsturunu qoruyuruq. Necə ki, biz mübtəda plus xəbər plus tamamlıq ondan sonra isə digər nitq hissələrini gətiririksə, complete sentence də bunu eləyirik. Məsələn, gəlin bunu yazaq. Get kimi götürmək istəsəz götürərsiniz. Budaq cümlədə söz sırası nəqli formada olur. Məsələn, gəlin sizə indi bir dənə nümunə göstərim. Nümunəyə keçməmişdən əvvəl sizə demək istəyirəm ki, budaq cümlədə WH-lərdən sonra how, that, if, whether-dan sonra dediyim kimi birbaşa mübtəda gəlməlidir. Köməkçi fe'l mübtədadan heç vaxt önə keçə bilməz. Modal fe'l mübtədadan önə keçə bilməz. Əsas fe'ldən yenə mübtədadan önə keçə bilməz. Gəlin indi bir dənə suala baxaq. Məsələn, example. Kate asked her friend if ... Gəlin indi variantlara baxaq. A variantında nə deyir? He had passed his exam. B variantına baxaq. Could he pass his exam? Və sonuncu variant olan C variantına da baxaq ki, vaxtımız çox getməsin. Mən çalışıram ki, sizin üçün qısa, amma faydalı bir videolar çəkim. Did he pass his exam? Gəlin indi qələmin rəngini dəyişək ki, daha qəşəng olsun. Sonra da başlayım variantları izah eləməyə. Bəli. Mən bayaq nə dedim? Dedim ki, if, that və də WH-lərdən sonra, yəni bunlar gələndə bizim söz sıramız hansı formada olur? Nəqli formada olur. Baxaq A variantına. If-dən sonra mübtəda, ondan sonra xəbər və tamamlıq. Tamamilə doğru bir variantdır. Gəlin indi B və C variantlarının təhlilinə baxaq. Baxın, burada görürsünüz ki, modal fe'il he-dən əvvəli keçib. Yəni, mübtədadan əvvəli keçib. Amma bunun yeri dəyişik olmalıdır. Yəni, could he-dən sonra gəlməlidir. Yəni, burada da yenə did he-dən sonra gəlməlidir. Yəni, burada fe'ilin bir səhvliyi yoxdur. He could pass his exam olsaydı düzgün olardı. Burada səhv olan söz sırasının pozulmağıdır. İmtahanlarda da adətən variantlarda bir çox fe'illər təklif edirlər. Amma formanı pozurlar. Ona görə də səhv olur. Bu sizə çaşqınlıq yaratmasın. Bizdə complete sentence cümlələrində ən vacib olan şey, daha doğrusu deyərdim ki, bəlkə tək vacib olan şeylərdən biri də söz sırasının nəqli formada olmağıdır. İndi gəlin ikinci qaydamıza baxaq. 2. Buradan yenə rəngi dəyişim. Bizim complete sentence cümlələrimizdə
Do, did, does, have, has ikinci tərəfdə əsas feil kimi iştirak edə bilər. Məsələn, example. She asks why I did that. Burada did, do'nun keçmiş forması kimi bir sual yaratmayıb. Burada eləmək mənasındadır deyə doğru gəlib. Amma did I olsaydı, belə olsaydı bu X olardı. Bu yanlış olardı. İndi sonra gəlin diqqət eləməli olduğumuz digər bir variantı da göstərim. Cümlə quruluşunun düz olduğu hallarda belə biz when və what time-dan sonra indiki bitmiş zaman götürməməliyik. When, what time, present perfect olmaz. Lakin bunlardan sonra past perfect okeydir. Məsələn, example. We wondered when they had moved to Moscow. Baxın, when var, özündən sonra mübtəda, özündən sonra had moved. Üzr istəyirəm, keçmiş zaman forması. Tamamilə düzgündür. Özündən sonra keçmiş bitmiş gəlsə belə bu düzgündür. Amma burada had'in yerinə gözlüyün göstərim. Burada had'in yerinə have olsaydı, have moved olsaydı bu səhv olmuş olacaqdı. Çünki qeyd etdiyim kimi when-lə what time-dan sonra complete the sentence cümlələrində have, has plus participle to olunmaz. Sonra üçüncü qaydamıza baxaq. Bu düşünürəm ki, çox primitiv bir qaydadır. Yəni bunu ən azından universitetə hazırlaşan bütün abituriyentlərin bildiyini düşünürəm. Gəlin rəng seçimi edək. Aha, yazıram. 5. Sıralarda çaşqınlıq eləmiş ola bilərəm. Əgər elə bir şey olsa, üzrlü sayın. Nə oldu buna? Aha, düzəltdim. Baxırıq. Ask, wonder, want to know. Know və tell. That olmaz. Bu ən böyük edilən səhvlərdən biridir. Amma gəlin qaydanın istisnasına baxaq. İstisna. İstisna. Tell-dən sonra that o zaman gələ bilər ki. Tell plus that. Bəs nə vaxt okeydir bizim üçün? Tell-dən sonra obyekt gələrsə. Obyekt dediyimdə tamamlıqdır. Sonra tell-dən sonra gələn zət işarə əvəzliyi funksiyasında işlənərsə. Yəni, relativ pronoun mənasında olan hansı ki və yaxud ki olanda işlənmir. Bunlardan sonra zət bu mənalarda işləndikdə, daha doğrusu bu funksiyalarda işləndikdə tell-dən sonra zətin gəlməyi okeydir. Sonra digər bir vacib qaydaya baxaq. Rəngi dəyişmədi niyəsə. Baxaq, 6.
Burada əsas qaydalardan biri də baş cümlə indiki zamandadırsa, budaq cümlə istənilən zamanda ola bilər. Hətta keçmiş zamanda ola bilər. Hətta sözünü də ona görə işlədirəm ki, məsələn, Banu asks if I saw her article. Burada bizdə başlıqda soruşsaydı ki, choose a correct tense formu olsaydı, biz bu cümləyə səhv götürə bilərdik. Amma bizdən complete the sentence yaxud choose the correct variant desə, biz bunu düzgün götürəcəyik. Soruşun niyə? Niyəsini göstərin. Baxın, sizin burada bağlayıcınız var. Bağlayıcı ilə cümlə iki yerə ayrılıb. Sənin baş cümlən budur. Banu asks olan hissə. Budaq cümlə isə budur. Mən demişdim ki, əgər baş cümlə indiki zamandadırsa, budaq cümlə istənilən zamanda, hətta keçmişdə belə ola bilər. Gəlin indi bunun istisnasına baxaq. Daha doğrusu ikinci bir qaydadır. İstisna sayılmır. Amma baş cümlə keçmiş zamandadırsa, budaq cümlə yalnız keçmiş zaman formalarından birində ola bilər. İndiki və gələcəkdə ola bilməz. Amma mütləq deyək ki, past simple-da yaxud mütləq deyək ki, past perfect-da, past continuous-da olsun. Bu üçündən hər birində ola bilər. Məsələn, Banu asked if I. Burada mən nə işlədə bilərəm? Ya had read işlədə bilərəm, ya da ki, were reading. If I had read the article. Amma mən burada gətirib bunun yerinə have işlətsəydim, bu səhv olardı. Niyə? Çünki baş cümlə, üzr istəyirəm, keçmiş zamandadırsa, budaq cümlədə keçmişin istənilən formalarında biri ola bilər. Sonra başqa bir qaydaya baxaq. Mən demişdim ki, cümlə tamamlanmada bağlayıcılardan sonra mütləq gəlməlidir. Mübtəda və xəbər düsturunu qorumalıdır. Amma burada bir istisna var. Bunu pronounla da bildiyiniz üzrə who-la what yeganə əvəzliklərdir ki, cümlənin mübtədasına sual verəndə özündən sonra birbaşa feil gətirə bilər. O, bu qaydasını burada da qoruyur. Özündən sonra birbaşa feil. Bəs nə zaman bir sualla yazaq? Mübtədaya sual verəndə. Daha doğrusu mübtəda funksiyasında işlənəndə. Example-lara baxaq. Məsələn, I want to know who are. Baxın, əgər normal qayda olsaydı, mən buradan bu variantı ümumiyyətlə çıxardım ki, who var. Axı sən demişsən ki, complete sentence-da özündən sonra mübtəda xəbər funksiyasını qorumalıdır. Amma niyə yenə who var? Who-la what olanda istisnalar həmişə öz sözünü deyir. Who are native Americans in fact. Burada cümlə mübtədasının funksiyasında işləndiyinə görə, baxın, əslində bir deyil, necə deyim, bir istisna deyil. Zaten mən deməmişdim ki, bu feillərdən sonra, yəni cümlə tamamlanmalıdır. Mübtəda və xəbər funksiyası olmalıdır. Məsələn, burada mübtəda funksiyasında çıxış edirsə, özündən sonra da xəbərin gətirməyə, yəni çox normal bir haldır. Amma yeni bir qayda istisnasına toxunuruq. Axırda söz gəlirsə, who və what mübtəda funksiyasında olmurlar. Cümlənin tamamlığı olurlar və özlərindən sonra mübtəda tələb eləyirlər. Məsələn, please
Tell me. Variantlara baxaq. A variantı. Who is arguing? Reasoning. Bu arada argue with mübahisə etmək deməkdir. Sonra. Bir də bunun elbette biraz dəyişdirilmiş versiyasına baxaq. Who Nick is arguing with. C variantına baxaq. Aha, sizin üçün 3 variantını da yazdım. Gəlin indi təhlilinə baxaq. Mən nə dedim? Əgər who ilə what olan cümlələrdə cümlə sonunda sözəni varsa, onlar mübtəda funksiyasında olmurlar və özlərindən sonra mübtəda tələb eləyirlər. Gəlin qələmin rəngini dəyişin ki, qəşəng görəsiniz. Baxın variantların təhlilinə. Who var. Cümlə sonunda sözəni yoxdur. Bu cümlə sonunda işləmir deməməkdir. Who mübtədadır, özündən sonra da birbaşa feil gəlir. Deməli düzdür. Bu okeydir. Baxaq bir variantına. Who Nick is arguing with. Baxın cümlə sonunda sözünü var. Who var, özündən sonra mübtəda deyil deyə. Who daha doğrusu burada mübtəda deyil deyə. Özündən sonra bir mübtəda tələb edib deyə. Bu da düzdür. Amma baxın, burada with var, cümlə sonunda with var. Sözünün olduğu halda who'dan sonra birbaşa feilə bağlan. Deməli, bu yanlışdır. Sonra baxın, nəyə baxa bilərik? Bir də burada biraz mübtəda və xəbər uzlaşması olan qayda da var. Ona da gəlin bir qısa toxunaq. 8-ci qaydamız var idi ki, baxın, which, who, that, üzr istəyirəm, what yazırdım. Bu nisbə əvəzliklərinin təyin elədikləri isim özlərindən sonrakı xəbərlə özlaşır. Bilsiniz nə demək istəyirəm? Özündən əvvəlki isimlə özündən sonrakı xəbər özlaşdırır. Məsələn, example. Video yarımçıq qaldı. Bu hissədən davam edirəm. Which, who və that-dən sonra gələn xəbərlə özündən əvvəlki ismi uzlaşdırır. Məsələn, example yazırdım elə. Cəmsim. Cəmsim. Bu saydıqlarım özündən sonra cəm xəbər tələb eləyir. Yaxud tək isim olarsa tək xəbər, cəm isim olarsa da elə cəm xəbər olur. Bir də bu qaydalara baxaq. What for olar. Niyə? What nə deməkdir? For üçün deməkdir. Bu birləşir why olur. Amma why for olmaz. Why for onsuz da. Why onsuz da nə üçün, niyə deməkdir? Üçünlə də birləşəndə nə üçün üçün. Gördüyünüz kimi mənası olur. Baxın. Which in. In which olar. Amma veya in olmaz. Onsuz da bunların mənası elə bərabərdir veya. Bir də test işləyərkən xüsusilə amorf feillərə diqqət etmək lazımdır. Hansı ki, cut, let, pat, read, cost, hit, hard, shot, spread. Bunlara diqqət etmək lazımdır ki, zamanı uzlaşdıra biləsiniz. Video bu qədər idi. Ümidvaram ki, hər birinizə aydındır. Sağ olun, salamat qalın. İnşallah hər birimiz imtahandan istədiyimiz nəticəni göstərərik.